salat söz var da o namaz. Paklaniya. Məsələn, rus dilində də paklaniya deyir, zikrə də paklaniya deyilir, namaza da. O ümumi mənası. Ərəb dilində elə bir söz var ki, ancaq baş əyməyi göstərir. Ərəbcə var lüğəti məna, var şəri məna. Lüğət ayrı, şəri terminlər ayrıdır. Məsələn, lüğətdə as-salə duadır. Amma şəri mənada isə, şəri mənada qiyamla, təkbir, qiyam, rükû, səcdə, təşəhhüdlə və sonda salamla bitən ibadətin adıdır. Onların problemi lüğəvi cəhətdən götürüblər, şəri cəhətə gedmirlər, varmırlar. Məsələn, belə baxsana, gəl onda şirk də eləmək olar da, şirkdə nə problem var? Şirk lüğəti mənada şərikdir. Şəri mənada ibadətdən neysə Allahdan qeyrisinə sərf eləmək. Bidət. Bidət yenilikdir. Təyyarə, maşın, hamısı yenilikdir, olar. Amma şəri termində Peyğəmbər sallallahu aleyhi ve sellem demədiyi, etmədiyi bir şeyi eləməkdir. Əgər hələ sonda şirkdə də lüğəti mənada götürsünlər, onlar azmış firqələrdir. Azmış firqələrdir, müsəlman cəmiyyətlərinə atırlar belə firqələri ki, azdırsınlar, məsələn, Qurandan uzaqlaşdırsınlar, Peyğəmbərdən sallallahu aleyhi ve sellem uzaqlaşdırsınlar, sahabələrdən uzaqlaşdırsınlar. Aydındır.